Salam əziz abituriyentlər. Bugün mən sizə kimyəvi reaksiyaların təsnifatı testinin izahını verəcəm. Birinci sual. Reaksiyanı verib, deyir kimyəvi reaksiyanın tipini müəyyən edin. Deməli, kimyəvi reaksiyanı bilirik ki, 4 tipi var. Birləşmə, parçalanma, əvəz etmə və dəyişmə. Dəyişmə mübadilə də deyirik. Deməli, birləşmədə maddələr birləşir, 2 və daha artıq bəsit və mürəkkəb maddələr birləşib, yekunu bir mürəkkəb maddə alınır. Məsələn, birinci reaksiya hal-hazırda ilə birləşmə reaksiyasına aiddir. Çünki 2 mürəkkəb maddədən yekunu bir maddə, yəni sağda bir maddə alınmalıdır. Yəni solda 2 də ola bilər, 3 ola bilər, bəsit olar, mürəkkəb olar, amma solda, yəni sağda bir maddə alınırsa, birləşib yekunu bir maddə əmələ gətirib. Deməli, olacaq birləşmə. Növbəti tip, məsələn, parçalanma ilə ikinci sualda bizə deyir ki, reaksiyanın tipini müəyyən edin. Bu da parçalanmadır. Çünki parçalanmada bunun əksi. Solda bir maddə bir neçə maddəyə parçalanır. Bir maddədən 2 maddə alınıbdır. 2 və daha artıq maddə alına bilər. Deməli, bu olacaq parçalanma. Və əvəz etmə var, mübadilə var. Bunlar da indi qarşımıza çıxdıqca deyəcəyik. Deməli, əvəz etmədə biri digərini əvəz eləyir, çıxardır. Məsələn, metalların hidrogen çıxarması, metalların bir-birini çıxarması. Mübadilədə isə mürəkkəb maddələr qarşılıqlı bir-birindən dəyişirlər. Tərkibləri buna dəyişmələr deyirik. İndi məsələn, üçüncüdə deyir parçalanma reaksiyasını göstərin. Parçalanma reaksiyası, A variantı bir-bir hamısını deyək. A olacaq birləşmə, B olacaq birləşmə, C olacaq parçalanma. D variantı əvəz etmədir, alüminium dəmir əvəz eləyir, Y variantı əvəz etmədir, hidrogen sinki çıxarır burada. Belə, deməli, dördüncü sualda da birləşmə reaksiyası deyir. A variantı birləşmədir ilə cavabımız A variantıdır. B parçalanmadır, C parçalanmadır, D əvəz etmədir, Y parçalanmadır. 5-də deyir, reaksiyanın tipini göstərin, əvəz etmə. Dəmir burada misi çıxardır, misi əvəz eləyir. Əvəz etmə, yəni D variantı. 6-da deyir, əvəz etmə reaksiyasını göstərin. A birləşmədir, B birləşmədir, C birləşmədir, D parçalanmadır, Y əvəz etmədir. Y variantı. 7. Reaksiyanın tipini müəyyən edin. 2 mürəkkəb maddədən sonunda bir mürəkkəb maddə alınır. Deməli, birləşmədir. C variantı. Neytrallaşma reaksiyasının tənliyini göstərin. Neytrallaşma reaksiyası əsas, və yazıram əsas, plus turşu. Əsas və turşu arasında gedib normal duz, duz yazıram. Yəni, burada ancaq normal duz alınmalıdır. Plus su. Bu reaksiyalara, belə reaksiyalara əsas və turşu arasında gedib normal duz və suyun alınması ilə gedən reaksiyalara neytrallaşma reaksiyası deyilir. İndi burada əsas və turşu olan hansıdır? B variantı. Bu əsasdır, bu da turşudur. Deməli, buradan alınacaq natrium xlor plus H2O, normal duz və su. 9-da deyir homogen reaksiyanı göstərin. Yəni, reaksiya daxil olan və alınan maddələrin aqreqat halları eyni olsun. Homo eynidir. Eyni aqreqat halı. Amma burada ola bilər ki, reaksiyada bərk olan belə bir reaksiya görərsiniz. O homogen sayılmır, istisnadır, heterogen sayılır. Yəni, mayi, qaz, bunlar homogen gedir. Deməli, burada da cavabımız olacaq Y variantı, qaz. Alınan və girən və alınan maddə hamısı eyni aqreqat halındadır və qaz halındadır. Y variantı. 10-cu sualda deyir, mübadilə reaksiyasının tənliyini göstərir. Yəni, dəyişmə. A variantı sink hidrogeni çıxarır, əvəz etmədir. B variantı artıq dəyişmədir. Çünki kalsium xlorla birləşib, H2O-H-la birləşib, duz və su alınır. Bəli, neytrallaşma reaksiyası da hətta əsasla turşu arasında gedib, duz və su alınır. C əvəz etmədir, D əvəz etmədir, Y birləşmədir. 11. Homogen reaksiyanı göstərin. Yenə, aqreqat halları eyni, amma bərk istisnadır. O heterogen sayılır. Elə cavabımız olacaq A variantı. Çünki qaz. 12. Hansı reaksiya birləşmə reaksiyası deyil? İndi reaksiyanın artıq məhsulların görmürüksə, yəni burada şagird gəlir reaksiyanı bilər ki, buradan nə alınır onu bilə və tipində bilə ki, yəni birləşmədimi, yoxsa parçalanmadımı? İndi mən məhsulları qeyd edirəm. Burada alınır NH3. Burada alınır H3PO4. Buradan HCOO natrium. Buradan natrium OH plus H2. Burada kalsium CO3. Birləşmə deyil. Görürsünüz, D variantında 2 maddə alınır. Hamısında bir maddədir. Bir dənə D variantında 2 maddə. Bəs bu nədir? Bu hansı tipə aiddir? Əvəz etmə deyil bu. Bu mübadilədir. Çünki burada H2O-nu biz HOH şəklində yazsaq, natrium OH-la birləşir.
H-da H-la birləşir, mübadilədir tərəflərdən. Və natrium H-dan H gəlir. Bu biraz dəyişik formadadır. Mübadilənin fərqli forması. Normalda mübadilə 2 mürəkkəb maddə girib 2 mürəkkəb maddə alınır. Amma burada 2 mürəkkəb maddə girib 1 mürəkkəb 1 bəsit, hidrogen bəsiddir. Yəni amma yenə də bu reaksiyanda, yəni yadda saxlayın, tanıyın, mübadilədir. Yəni birləşmə deyil. Cavabımız D variantı. 13-də deyir birləşmə reaksiyasını göstərin. Burada alınan məhsullar, baxsa dəmir gümüşü çıxaracaq. Olacaq dəmir, NO3 2 plus gümüş. Deməli, o da əvəz etmə. Ə yazıram A-nın qarşısına. Sonra B variantı. Buradan bir dənə natrium OH alınır. Elə budur birləşmə reaksiyası. C-də dəmir misi çıxarır. Dəmir SO4 plus mis əvəz etmədir. Y-də mübadilə olacaq. Deməli, buradan barium SO4 plus dəmir, flor 3 alınır. Dəyişirlər, mübadilə, dəyişmə. Elə D yazıram. D variantı isə natrium OH sulfatla girirsə, bu da mübadilədir. Buradan da indi baxır mol nisbətinə. Əgər 1-1 mol nisbətidirsə, natrium HSO4 ilə su alınacaq. Plus su. Belə. Əgər yox, 2 mol natrium OH olsa, o zaman natrium 2SO4 alınır. Burada hidrogeni silərik, natrium 2SO4 və su alınır. Belə deyərik. Hər nədir? Yəni hər ikisi mübadiləyə aiddir. Bizə birləşmə dediyinə görə B variantını götürürük. 14-dədir hansı reaksiya həm birləşmə, həm də oksidaşma reduksiya tiplidir. Aha. İndi birləşməni bildik ki, yekunda bir maddə alınacaq. Məsələn, birləşmə olanlara bir dənə işarə qoyaq. Birləşmə, birləşmə, birləşmə. Qalan A-la D, daha doğrusu C birləşmə ola bilməz. A əvəz etmədir, əvəz etmə. C-də parçalanmadır. Yaxşı, indi həm birləşmə, həm də oksidaşma reduksiya tiplidir. Yəni nə edir? Deməli, oksidaşma reduksiya reaksiyası nəyə deyilir? Yəni hansı reaksiyalar oksidaşma reduksiya reaksiyası olur? Reaksiya daxil olan və alınan məhsullara baxaraq, əgər orada oksidaşma dərəcəsini dəyişən element atomu varsa, deməli oksidaşma reduksiya reaksiyasıdır. Əgər yoxdursa, heç bir element oksidaşma dərəcəsini dəyişməyibsə, onda oksidaşma reduksiya reaksiyası sayılmır. Məsəl üçün B variantı. B-də bax, oksigen -2, kalsium -2. -2 hidrogen -1. -2 -1 -2. Yəni gördüyünüz kimi kalsium soldadır, 2-də sağda da. Oksigen soldadır, -2-də sağda da. Hidrogen də həmçinin solda və sağda eynidir. Deməli oksidaşma reduksiya reaksiyası deyil. B getdi. D variantı. Oksigen -2 kürk -6, oksigen -2 natrium -1, -2 -1, bu da -6 çıxacaq. Yenə dəyişən yoxdur. Deməli yenə oksidaşma reduksiya reaksiyası deyil. Amma Y variantında baxırıq ki, yəni ilk öncə sizə belə deyim ki, harda reaksiyada belə bir bəsit maddə, O2, N2, H2, təkcə dəmir, alüminium, yəni bəsit maddə bilirsiniz nədir? Reaksiyada əgər bəsit maddə iştirak eləyirsə, o mütləq oksidləşmə reduksiya reaksiyasıdır. Nəyə görə? Çünki bəsit maddənin oksidləşmə dərəcəsi 0 olur, o sonra gəlir birləşməyə. Birləşmənin üçün də artıq 0 göstərməyəcək. Burada -2. Gördüyünüz kimi oksigen 0-dan -2 gəldi. Həmçinin burada azot da solda -4-dən, sağda -5-ə gəlir. Yəni deməli burada həm azot, həm oksigen dəyişir. Deməli oksidaşma reduksiya reaksiyasıdır. Həm də birləşmədir. Deməli cavabımız olacaq Y variantı. İndi bu dəfə 15-də, bu dəfə çox ətraflı deməyəcəm, artıq izah elədim. Həm parçalanma, həm də oksidaşma reduksiya reaksiyasıdır deyil. Parçalanma olanlara bir dənə işarə qoyaq. Parçalanma. Bir dənə Y birləşmədir, qalanları parçalanmadır. Amma həm də oksidaşma reduksiya tipli olmalıdır. Baxaq görə içlərində bəsit maddə varsa, tez o variantı götürək. Baxanda görürük ki, bəsit maddə yoxdur, onda bir-bir baxmalıyıq. O demək deyil, ancaq bəsit olur. Bəsit maddə olanda %100 oksidaşma reduksiya reaksiyası kimi götürürük. Yox, bəsit maddə yoxdursa özümüz axtarırıq, axtarışa çıxırıq. Deməli, burada belə deyək də elə A variantı olacaq. Çünki A variantında NH4, NO3-də 2 azot var. NH4-ün içindəki azot -3-dür. NO3-dəki -5-dir. Çünki HNO3-dən gəlib o. Bu da NH4 müsbət ayrıca qoyub taparıq, -3 taparıq. Deməli, burada N2O da isə -1-dir. Deməli, burada azot dəyişir. -3-dən də 1-ə gəlib, 5-dən də 1-ə gəlib. Eyni element atomu dəyişib, 2-dən 1-ə gəlib. Əks söz-özü. İndi bu növlərini deyəcək də növbət dərslərdə. Belə, yəni kommutasiya əks söz-özündən oksidaşma reduksiya reaksiyasına aiddir. Bir sözlə həm birləşmə, daha doğrusu həm parçalanmadır, həm də oksidaşma reduksiya reaksiyasıdır. Deməli, cavabımız A variantı. Amma qalanlarına baxsaq, B, C, D variantı heç nə dəyişmir. 16-cı sualda deyir, hansı halda hər iki tənlik mübadilə reaksiyasını göstərir? Birinci reaksiyanın, deməli, yəni birinci cütlüyün, birinci tənliyi elə mübadilədir. Natrium burada HSO4 qalığı ilə H da xlorla birləşir.
Belə, bəli, mübadilədir. Duzla turşu arasında gedən reaksiyalar, duzla duz arasında, duzla əsas arasında gedən reaksiyalar, bunlar mübadilə reaksiyaları olur. Hər ikisi mübadilədir birinci. Sonra ikinci də parçalanma, digər reaksiya isə indi bu mübadilə H2CO3 hansı mübadilə idi, amma bu da karbonat turşusuna parçalanıb. Artıq mübadilə tam demək olmur buna. Nəsə birincisi parçalanmadır. Əslində mübadilə deyə də bilərik buna. Belə biraz bu müəmmalı məsələdir. Çünki buradan H2CO3 şəklində alınsa, həməsə mübadilə o ona, bu buna. O da parçalanır. Bax, ona görə mübadilə deyə bilmirik buna. Məncə yəni mübadilə olmamalıdır bu. Artıq burada 3 cür maddə mübadilədir, 2 maddə alınır. Belə. Yəni biri parçalanmadır, heç o bir uyğun deyil. Sonra üçüncü də birləşmə, parçalanma. Bizdə hər ikisi mübadilə olmalıdır. Dördüncü də mübadilə, parçalanma. Deməli, yalnız bir olacaq cavabımız. B variantı. 17-də deyir, mübadilə reaksiyasının tənliyini göstərir. Birinci parçalanmadır, ikinci əvəz etmədir, üçüncü əvəz etmədir, dördüncü əvəz etmədir, artıq beşinci yəni mübadilədir. Natrium xlorla H9 ilə birləşib, dəyişiblər. Yəni mübadilə dəyişmədir. Y variantı. 18-də yenə mübadilə reaksiyasının göstərilir. Yəni burada belə deyim də, mübadilə reaksiyası mürəkkəblə mürəkkəb arasında gedir. Əslində mürəkkəblə mürəkkəb də alınır deyərik. Sadəcə bayaq məsəl üçün bir istisna reaksiyanı sizə göstərdim. Orada mürəkkəblə bəsit alınmışdı. Amma nadim, yəni girənlər mürəkkəbdə, onu bilin. Yəni bəsitlə girənlər mübadilə ola bilməz. Buradan belə deyək. B variantına baxın. Əsasla turşu arasında gedən reaksiya, həm neytrallaşma reaksiyası ola bilər bu reaksiya, əgər 2 götürsək. Həm də ki, ümumiyyətlə əsasla turşu arasında gedən mübadilə olur. Deməli, burada natrium SO4 ilə, məsələn, natrium 2SO4, HOH ilə H2O, indi bura 2 yazarıq. Ya natrium HSO4 ilə H2O, bir sözlə mübadilədir, yəni. Amma Y variantı NH4 xlor birləşmə reaksiyasıdır. A əvəz etmədir, belə deyim də, maqnezium xlor2 ilə H2 alınır. C-də sink xlor2 ilə mis alınır, əvəz etmədir. D-də bir dənə sink oksid alınır, birləşmədir. Cavabımız B variantıdır. 19-da deyir, hansı mərhələ mübadilə reaksiyasıdır? Deməli, birinci mis gümüş NO3-dən giribsə, bir bəsitli bir mürəkkəb. Bu olacaq əvəz etmə. Burada mis NO2, bir də gümüş. Buradan yazıram minus gümüş. Alınan ikinci maddəni həmişə aşağıda minus şəklində verir yaxın. Əvəz etmədir. Birinci əvəz etmədir, biz mübadilə axtarırıq. İkinci mis NO2 nə edir? Parçalanıb. Misoya, bir də nəyə? Bir də NO2 ilə oksigenə əlavə. Yəni parçalanmadır. İkinci parçalanmadır, 1 ilə 2 deyil. Miso üzərinə H-xlor. Bəli, bu mübadilədir. Buradan mis xlor2, bir də H2O. Buradan minus H2O yazıram. Deməli, miso H-xlorla girir. Mis xlor2, H2O. Bu mübadilədir. Üçüncü olacaq cavabımız. Dördüncü yenə əvəz etmədir. Sink misi çıxarır. Sink xlor2, bir də mis. Beşinci yenə əvəz etmə. Maqnezium sinki çıxarır. Cavabımız Y variantı. 20-də isə parçalanma reaksiyasını soruşur. Parçalanmada əlbəttə ki, bir maddədən bir ox çıxmalıdır. Yəni, bunun üçün biz burada uzatmağa ehtiyac yoxdur. İkinci tənliyi görürük. Maddədən ox çıxır. Amma birincidə üzərinə mis gəlir. 3-də üzərinə H-xlor, 4-də üzərinə sink, 5-də üzərinə maqnezium. Üzərinə nəsə gəlirsə, bu necə parçalanma olar? Parçalamada bir maddə parçalanır bir neçə maddəyə. Deməli, buradan da alınır miso, NO2, bir də O2. Cavabımız 2, D variantı. 21-də deyir, birləşmə reaksiyasını göstərin. Birləşmə reaksiyası burada olacaq. B variantı kalsium, OH2 bir maddə alınır və birləşmədir. A-da əvəz etmədir, sink xlor2 ilə H2 alınır. C-də natrium xlorla su alınır, mübadilədir. D-də dəmir xlor2 və mis əvəz etmədir. Y-də natrium 2SO4 ilə su mübadilədir. 22-də yenə reaksiyanın tipi. Buradan sadəcə NH4 xlor. NH4 xlor alınır, bir maddə alınır. Deməli, birləşmə. 23-də burada duru sulfat olduğuna görə sink SO4 plus H2. Sink burada hidrogen çıxarır. Deməli, əvəz etməlidir. 24-də reaksiyan tipi. Buradan alınacaq dəmir OH2. Dəmir OH2 də alına bilər, dəmir OH3 də alına bilər. Amma yəni yekunda bir dənə maddə alınır da. Yəni ya dəmir OH2 ya dəmir OH3. Deməli, birləşmə olacaq. Y variantı. 25-də dəmir OH2-nin üzərinə su ilə oksigen, yəni burada %100 dəmir OH3 alınır. Bu da bir maddə alındığına görə birləşmədir. D variantı. Burada artıq reaksiya, yəni alınan məhsulu veribdir və görür ki, iki maddədən bir maddə alınıbsa, deməli birləşmədir.
Y. 27-də deyir ki, reaksiya tənliyini tamamlayın, əmsallaşdırın və bütün əmsalların cəmini hesablayın. Deməli, tənliyi aşağıda qeyd edirəm. Sinko plus H-xlor. Buradan sink, xlor 2 plus H2O alınacaq. Əmsallaşdırında H-xlor 2 yazsaq düzəlir. Bütün əmsalların cəmi 1 sinklorun 2 H-xlorun 2-dür. 1 sinklorun 2-dir, yəni sinklor 2. 1 molda su. Var hamısını toplu 1, 2, 1, 1. Bu da neçə eləyəcək? 3, 5. A variantı. 28-də deyir, homogen reaksiyanı göstərir. Yəni, reaksiya daxil olan və alınan məhsulların aqreqat halları ya qaz, ya maye olsun. Bərk istisnadır, heterogen sayılır. Baxaq, elə qazla bərki gördük, A variantı getdi. Bərklə maye, C variantı getdi. Bərk qaz, B variantı getdi. D-də bərk qaz getdi. Y-də qaz, buradan da alınır NO da qazdır. Deməli, Y variantı homogendir. 29-cu sualda heterogen deyil. Bu dəfə müxtəlif olsun. Elə A variantını görürük ki, bərk maye. Qaz. Heç olmasa, yəni bu alınan məhsul ola bilər, fərqli aqreqat halında olsun. Amma ən azından baxan kimi fərqli görürük, yaxı bərklə maye. Deməli, elə heterogen odur. 30-da deməli, bu sxem AB ilə CD reaksiya girib. Burada AD ilə B də C ilə, CB ilə fərq yoxdur. Yəni AD ilə B, C ilə birləşiblər. Yəni, bu mübadilənin sxemidir. Yəni, mübadilə reaksiyasını axtarmalıyıq. A variantı əvəz etmə, B variantı birləşmə, C əvəz etmə, D parçalanma, artıq Y variantı mübadilə. Cavabımız olacaq Y. Neytrallaşma reaksiyasının tənliyini göstərin. Neytrallaşma reaksiyası dedik ki, bayaq qeyd elədim onu. Əsas plus turşu. Alınır normal duz, M duz, bir də ki, plus su. Baxaq, əsasla turşu reaksiya girsin. İndi alınan məhsulları görməsək də, əsasla turşu girsə, deyər ki, neytrallaşmadır. Cavabımız olacaq D variantı. Natrium OH əsasdır, H-xlor turşudur. 32-də deyir, hansı reaksiya əvəz etmə reaksiyasına aid deyil. Deməli, birinci əvəz etmədir. Çünki burada sink xlor 2 plus H2, sink hidrogeni əvəz edir. Yəni, aiddir. B-də alınır H2SO4. Elə birləşmədir. Deməli, B aid deyil əvəz etməyə. Cavabımız B-dir. İndi C-də kalsium hidrogeni çıxarır. Bunları şifahi deyəcəm. Kalsium SO4 plus H2 alınır. Əvəz etmədir. Yəni, qalanları əvəz etmədir. D-də dəmir misi çıxarır. Dəmir xlor 2 plus mis əvəz etmədir. Y-də natrium bu hidrogeni əvəz eləyəcək. C2H5O natrium plus H2 əvəz etmədir. Cavabımız B variantı. 33-də deyir, hansı reaksiya birləşmə reaksiyasına aid deyil. A variantı aiddir, çünki buradan bir maddə alınır, kalsium OH2. B-də elə aid olmayan B variantı olacaq. Çünki B-də alınır natrium OH plus H2. Əvəz etmədir. Daha doğrusu, mübadilə. Bayaq dediyim istisna. Burada natrium OH-la H-la birləşir. Mübadilə. Deməli, amma birləşmə deyil. Birləşmə olmayan B variantı. Amma özü nədir? Mübadilədir. Çünki burada natrium HOH kimi yazanda natrium OH-la birləşir. OH-la. H da H-la birləşir. Natrium OH H2 mübadilədir. C variantı bir dənə HNO3 alınır. Birləşmədir. D variantı deməli buradan alınır malaxitin alınması da mis OH2 CO3. Bu da birləşmədir. Y-də də H2SO4. Bu da birləşmədir. B variantı birləşmə deyil, mübadilədir. 34-də əvəz etmə reaksiyasını deyir, göstərin. A birləşmədir, çünki kalium 2SO4 alınır. B-də kalium OH bir dənə maddə alınır, birləşmədir. C-də kalium OH plus H2. Bəli, əvəz etmə reaksiyası C variantıdır. D-də kalium xlor plus H2O mübadilədir. Y-də kalium O2. Bu da birləşmədir. 35-də deyir, hansı mərhələ birləşmə reaksiyasıdır? Deməli, birincidə mis HNO3-lə reaksiya girəndə, burada mis NO2, elə özünüz görürsünüz ki, burada hələ hidrogen yoxdur bu maddənin içində. Deməli, əlavə də nəsə alınacaq. Birləşmədə bir maddə alınmalıdır. Elə buradan, yəni bilməsəniz, heç olmasa düşünüb tapa bilərsiniz. Birinci birləşmə deyil. Çünki buradan mis NO2 plus, baxır, indi duru sulfatdırsa, NO, qatıdırsa və yaxud da NO2 ala bilər. Bir də su alır, 3 maddə alır yəni buradan.
İkinci, dəmir burada misi əvəz eləyəcək. Dəmir NO2, bir də plus mis. Burada minus şəklində yazırıq onu. Yəni 2 maddə alınır və əvəz etmədir. Bizdə birləşmə deyil. 1 də deyil, 2 də deyil. Üçüncü birləşmə deyil. Çünki 2 mürəkkəb maddə duzla əsas reaksiya girib. Buradan dəmir OH ilə birləşir. Natrium da NO3 ilə. Dəmir OH alınıb. Bir dənə buradan yazıram. Minus natrium NO3. Mübadilədir yəni. Deməli 3-də deyil. 4-də artıq birləşmədir. Çünki bu maddənin üzərinə H2O2 gələndə dəmir OH alır. Başqa heç nə alınmır. Aha, birləşmə. Amma 5-də görürük ki, maddədən ox çıxıb. Parçalanır H2O-ya plus dəmir 2O3-ə. Oksidə və suya parçalanır. Yəni parçalanmadır. Bizə birləşmə dediyinə görə biz götürük burada deməli 4-dür. 4-də hansındadır? Y variantı. 36-da deyir reaksiyalar üçün ümumi olan nədir? Deyir bütün reaksiya məhsullarının aqreqat alıb baxaq. Xeyr. Yəni miso məsəl üçün bərkdir, H2O mayedir, bu qazdır. Bu qazlı, mayedir. Xeyr, yəni eyni aqreqat halında məhsullar alınmır. Bu yanlışdır. Deyir kimyəvi reaksiyanın tipi birinci parçalanmadır, üçüncü də parçalanmadır. Bəs ikinci nə? Parçalanma deyil. Parçalanma deyilsə onsuz da deməli tipi eyni deyil. Nə birləşmə deyil, nə mübadilə deyil, nə də əvəz etmə. Heç nə. Yəni elə reaksiyalar çoxdur. Yəni elə reaksiyalar var ki, bu 4 tipin heç birinə aid olmur. Deməli tipləri eyni deyil. Reaksiya məhsullarının oksidlər olması bəli, bu doğrudur. Fikir verirsinizsə, hamısı burada oksiddir. Mis2 oksid, H2O, CO2 hamısı oksiddir. CO2 də, kalsium oksid hamısı oksid olduğuna görə hamısı oksidlər sinifinə daxildir. Deməli C variantı olacaq. Adi şəraitdə getməsi yanlışdır. Çünki elə temperaturları biz burada görürük. Yəni adi şəraitdə getməyib, qızdıranda gedib reaksiyalar. Oksidaşma reduksiya reaksiyalarının olması. İndi içində oksidaşma reduksiya reaksiyası olan da var, olmayan da var. Məsəl üçün oksidaşma reduksiya reaksiyası olan plus qoyuram ortadakıdır. Orada çünki oksidaşma dərəcəsini dəyişən elementlər var. Amma birinci və üçüncüdə baxsaq sol və sağda elementlərin oksidaşma dərəcələrini tapsaq, görək heç biri dəyişmir. Dəyişmirsə oksidaşma reduksiya reaksiyası deyil. Yəni o da ümumi deyil. D ilə Y də ümumi deyil. Cavabımız C variantı. 37-də əvəz etmə reaksiyası deyil. Deməli birinci əvəz etmədir. Çünki dəmir mis əvəz edir. Sonra ikinci yenə əvəz etmədir. Bu əvəz etmə biraz fərqlidir. Üzvü kimyada keçirik. Yəni biz burada deyirik ki, alkanlar xlorla əvəz etmə reaksiyasına girir və etanol xlorla əvəz etmə reaksiyasıdır bu da. Sonra C variantında kalsium hidrogeni çıxarır. Bu da əvəz etmədir. D variantı birləşmədir. Açıq aydın görürük, yəni birləşmədir. Amma Y variantı yenə natrium hidrogeni əvəz edir. Əvəz etmə. Cavab D. 38. Heterogen reaksiyanı göstərir. Yəni müxtəlif aqreqat halında girən və alınan. A homogendir, B homogendir, C homogendir, artıq D isə heterogen. Y yenə homogen. Çünki bərk qaz, bu da qaz. Fərqlidir də bərk varsa, bərk qaz. Ümumiyyətlə bərk içində varsa heterogendir. Hamısı bərk olsa belə orada heterogendir, bayaq dedik. Deməli D variantı uyğun gəlir. Sonra 39-da deyir, hansı mərhələlərdə əvəz etmə reaksiyası baş verir? Birinci mis-O ilə birləşib, mis-O əməliyyəti. Bu birləşmə. Birləşmədir, əvəz etmə axtarır. İkinci əvəz etmə. Çünki mis-O-nun üzərinə H gələn mislə H2 alınır. Hidrogen burada misi çıxarır. Əvəz etmədir ikinci. İkincini götürdük. Amma üçüncü birləşmə. Mis-xlorla birləşir, birləşmədə alınır mis-xlor 2. Deməli, yalnız 2. C variantı. 40-da deyir, hansı mərhələlərdə birləşmə reaksiyaları gedir? Biri 1-dir, sink oksigenlə birləşib sinko. Bir də 3-dür, sink xlorla birləşib sink xlor 2. Amma ortada hidrogen sinki çıxarır, bu əvəz etmədir. Əvəz etmədir. Deməli, cavabımız 1-3. Y variantı. 41-də deyir, hansı halda hər iki reaksiya birləşmə reaksiyasıdır? Yekunda bir maddə alınsın da. Elə A variantı, çünki hər ikisində bir maddə alınıbdır, birləşmədir. 42. Reaksiyaların tiplərini göstərin. Birinci buradan dəmir, OH, 2-də dəmir, OH, 3 də alına bilər. Ya o, ya bu. Birləşmə. Dəmir su ilə reaksiyasının dəmir 3O4 plus H2 dəmir hidrogen çıxarır. Əvəz etmədir. Üçüncüdə alınır kalsium CO3 plus natrium xlor. Mübadilədir. Burada silisium plus CO. Əvəz etmədir. Aha, birləşmə olan birinciyə 1. İkinci əvəz etmə olanlar 2 ilə 4. 2, 4. Mübadilədə 3. 1, 2, 4, 3. C variantı. Yenə reaksiyanı tipini göstərəcək. Birinci alınır sink plus H2O. Sinki çıxardı hidrogen.
Yəni əvəz etmə. Əvəz etməyə 1 qoyuruq. Burada maqnezium oksid plus karbon. Yəni əvəz etmədir. 2-ni də bura yazırıq. Üçüncüdə kalsium CO3, kalium OH. Yazmıram da yeri yoxdur. Kalsium CO3 ilə kalium OH-la mübadilə. 3 mübadilədir. 4-də bir dənə kalium 3, PO4. Birləşmə. 4 də bura. 4, 1, 2, 3. Cavabımız C variantı. 44. Hansı maddələrin qarşılıqlı təsiri əvəz etmə reaksiyasına aiddir? Dəmir və mis2 xlorid. Dəmir plus mis2 xlorid, yəni mis xlorid 2. Elə budur. Çünki burada dəmir misi çıxaracaq. Olacaq dəmir xlorid 2 plus mis. Əvəz etmə A variantı. Qalanlarını da elə belə qeyd edək. Mis2 oksid sulfat turşusu. MiSO plus H2SO4. Burada alınır mis SO4 H2O. Yazmıram. Mis SO4 ilə H2O oksigenlə, yəni H2O əmələ gətirib oldu mübadilə. C-də dəmir kükürdlə dəmir plus S. Birləşmədir, dəmir S. D-də dəmir 2 xlorid, natrium hidroksid. Altdan yazıram, dəmir 2 xlorid, dəmir xlor 2, bununkidir. Plus natrium hidroksid, natrium OH. Burada dəmir OH ilə dəmir OH2, natrium xlorla natrium xlor mübadilədir. Y-də hidrogen və oksigen. Əlbəttə ki, birləşmə H2O. Bizə nə axtarırıq? Əvəz etmə. O da oldu A variantı. Y-də deyil. Sonra 45-də hansı maddələrin qarşılıqlı təsiri mübadilə reaksiyalarına aiddir? Deməli, sink oksigenlə, əlbəttə ki, bəsit-bəsitlə durub mübadilə edə bilməz. Bu birləşmədir. Maqnezium xlor turşusu ilə H xlor gəlir üzərinə. Burada maqnezium xlor 2 plus H2. Əvəz etmə. Biz mübadilə axtarıq. Sink və mis2 xlorid. Sink, mis2 xlorid. Mis xlor 2. Buradan sink xlor 2, bir də mis. Bu da oldu əvəz etmə. D-də sinkoksid xlor turşusu. Sinko H xlor. Bu artıq mübadilədir. Buradan sink xlorla sink xlor 2. H oksigenlə H2O. Bəli, mübadilədir. D variantı. Y-də alüminium və kükürt. Birləşmə. Alüminium 2 S3. Birləşmədir. Deməli, cavabımız D variantı. 46-cı sualda bir mübadilə reaksiyalarını müəyyən edin. Birinci NH4 xlor bir maddə alınır. Birləşmədir. İkinci maqnezium SO4. Ayda dəqiqə. Qələmin ucu dəydi bura. Yerini itirdik. Qayıtdıq bura. Deməli, biz nəyə baxırdıq? 46-ya. Dedik, birinci birləşmədir. İkinci maqnezium SO4. Yenə bir maddə alınır, birləşmədir. Biz mübadilə axtarıq. Üçüncü natrium xlorla H2OH-la H2O. Bəli, duzdan sonra. Bu artıq neytrallaşmadır həm. Neytrallaşmalar ümumiyyətlə mübadilədir. Yəni, əsasla turşu arasında. Birinci turşudur, natrium OH əsasdır. Bu artıq mübadilədir. 4-də mübadilə ümumiyyətlə bəsitlə başlaya bilməz. Bəsit girəndə mübadilə alınmaz. 4 mübadilə deyil. Bəs nədir? Əvəz etmə. Buradan alüminium sulfat duzu, bir də hidrogen alınır. 5 mübadilə olacaq. Çünki buradan barium SO4, bir də mis xlor 2. Tərəf-tərəfə dəyişirlər mübadilə, yəni dəyişmə. Cavab olacaq 3-5. 47-dədir heterogen reaksiyaları göstərin. Müxtəlif aqreqat alın. Birinci homogendir, qaz, qaz, qaz. İkinci də homogendir. Üçüncü bərk qaz. Bərk heterogendir, bərk qaz, qaz heterogendir. 48-də deyir, neytrallaşma reaksiyalarını müəyyən edin. Deməli, neytrallaşma reaksiyası dedik ki, əsasla, bayaq dedik, əsas plus turşu. Buradan da alınır normal duzdan su. Yəni, ortadakı əsasdır. Ortadakı əsasdırsa, indi biz bir dənə, yəni elə reaksiyalara baxaq ki, turşu olsun da. Yəni, əsasdan turşu arasında gedir. Turşular da ikinci və üçüncüdədir. HG sulfit turşusudur, HG sulfat turşusu. Amma birinci və dördüncüdə onlar duzlardır. Duzla əsas arasında reaksiya neytrallaşma sayılmır. Turşu ilə əsas arasında. Və oradan da normal duz almalıdır. Buradan da alınacaq olsa. Çünki 2 mol natrium OH götürülüb. Deməli, cavabımız 2-3. 49-cu sualda da yenə neytrallaşma reaksiyası. Bu əsasdır. Biz də turşu olanları götürməliyik. Biri 3-dür, biri də 4-dür. Çünki 1 ilə 2-dəki maddələr duzdur. 3-4 olacaq cavabımız. 50-ci sualda uyğunluğu müəyyən edin. Parça. Bir tiplərini deyə qarşısında yazırım. Birinci mübadilədir. A variantı mübadilədir. B variantı parçalanır. Bir maddə 2 maddəyə parçalanır. C-də yenə parçalanma.
D-də mübadilə, Y-də birləşmə. İndi parçalanma olanlar B-C, 1-ə B, C. İkinci mübadilə A-da, bir də D-də. A, D. Digər birləşmə də ki, Y-də. Demək ki, 3-ə də Y uyğun gəlir.